təkbi ilə maraqlanan, əsasən kimlər olur? Bioloqlar. Mən buna çox gözəl bir bioloqu dəvət edirəm, sizin alqışlarınızla. Onun da öz gözləri var. Teşekkür ederim, çok sağ Sağ olun. olun. Özünüzü təqdim edin. Salam, hoş gördük sizləri. Mən adım Məlahət xanım. Mən 2015-ci ildən Forever şirkətində çalışıram. Təbii ki, 2017-ci ildə supervisor vəzifəsində çalışmışam. Mən birinci biznesə görə buraya gəlmişəm. Mən oğlumda allergik problemlərə görə gəldim. Və oğlumdakı o bilən duygusal problemləri danışım biraz. Mandalin olmazdı ona, yumurta yiyə bilməzdi. Götürürdü elə mandalini yiyəndə gizli-gizli qabıqlarını balışın altına qoyurdu ki, mama görməsin də, bir də mənə icazə verməyəcək. Ona görə və o bir məhəbbət, ana məhəbbəti mənə buraya gətirdi. İndi Allah şükür 21 yaşı var, 18 dənə mandalin yiyir artıq. Şükürlərdə şokolad sütündən. Yəni 2-3 il ərzində mən Forever'ın möhtəşəm məhsullarından istifadə edərək onun qaraciyər problemləri, yəni pidəmə gedirdi onda, böyrəkli soğuk dəyməsi var idi. Aşağı-yuxarı təmizləyici bir proqramı edəndən sonra gənc vaxtı idi, yeniyetmə dövrü idi, başladı hündürləşməyə, bütün allergik reaksiyalar getdi və normal surətdə qidalanmağa başladı. Və bədənindəki olan hüceyrə qidası, hüceyrədən danışacağım. Mən bir də burada özü yoruldum, amma mən hüceyrədən danışdım, sanki yoruldum. Çünki biz idarə edən hüceyrə. Fərqində varmırım, amma ki yenə deyirəm. Yəni, mənim oğlumun nəticəsindən sonra və özümdə olan bir bəzi problemlərə görə ailəmizdə qohum əqrabalarda ki, Allah rəhmət eləsin, qaynanamın mən orada işləmişdim və mən həmin o prosesi arki məhsulu ilə, bizim arki məhsulumuz möhtəşəmdir və damarların kirləşməsini götürə bilən və arki məhsulu ilə mən 3 il 4 il onun ömrünü uzada bildik. Yəni, bizim Forever məhsullarını bizi təsəvvür edin ki, nə qədər möhtəşəm məhsullar bilir. Mən ilkdən sizə bəzi məlumatları bilmək istəyirəm. Mənə elə gəlir ki, bu məlumatlar sizin olmayacaq. Mən istəyirəm, siz də mənə qulaq asasınız. Bəli, biz bundan deməli, iflic keçirmiş xanımı mən 3 il ərzində bunun damarlara görə istifadə olunur. Hətta mənim qaynanam, Allah rəhmət eləsin ona, o mənə deyirdi ki, Məlahət xanım, mən sizin dediklərinizi mən başa düşmürəm. Buna mənə həkim təşxis eləsin, dəqiqləşdirsin, versin mənə. Mən də həkim gələndə təzyiqini ölçündə kənara çəkdim həkimi. Biz sizə bioloqlar, biz həkimlərlə biraz danışdık əhvalları. Mən də yaxınlaşdım siz həkimsinizlə, qaynamada belə problem var. Nə olar ki, onu siz öz adınızdan deyin də, olar elə şey. Və həkim də bunu belə israr etmədən geçən ki, xanım, nə yaxşı yermişdirsiniz siz? Mən onu gəldiyəm, həm də bioloqam. Yəni, bunu mən 5 barmağım kimi bilirəm. Ona görə hər axşam bulunan bir paçka deməli suya qatıb, yatmazdan əvvəl bir 15 dəqiqə, 10 dəqiqə içirdi xanım və doğrudan da yumraq, yəni onun dilində topu vururdu, yəni dilini danışa bilmirdi o. Məhz bu arginindən sonra siz təsəvvür edirsiniz, ay yoldaşlar. Yəni, ondan sonra dili açıldı, xanım daha da mənə yaxşı bir münasibəti oldu və hətta inandı ki, bax, belə bir şey, keçən bilirlərimiz kimi, Emin müəllim demişkən, bir kompotlu falan, yəni o da belə bir fikirləşirdi. Amma doğrudan özündəki görən o məhsulu, bu möhtəşəm məhsullardır. Mən bir də uygulamaq istəyirəm, bir biolojimdə danışmaq istəyirəm. Bütün canlılarımız, belə deyil, bu dəqiqə oturmuşum, burada hamımızın yerində təşkil olmuş. Hüceyri bizimdədir, mən sizə motivasiya verəcəm. Yəqin, etik gəldi, görürsünüz, daş gəlir, qul gəlir, rəmli falan, daşlar üst-üstə qoyurlar, bir də divar əmələ gəlir, o divar üstündə bir xasarı çəkilir, qurtardı, ev üzərdir. Bizim həmin o bədənimizdəki olan daşı əvəz edən hüceyrələrdir. Və həmin hüceyrələrdə toxuma yaradandan sonra orqanları yaradır. Ürəyin ayrıca hüceyrəsi var, qaraciyərin ayrıca hüceyrəsi var və hərənin özünə məxsus öz funksiyaları var. Bizim bu dəqiqə göstərir, bax, görülən bu cür möhtəşəm qidalar hüceyrə qidasıdır. Bunu bəziləri deyə bilirəm, biolog kimi danışdığıma görə, mən bunu açıq deyirəm sizə. Bax, bunlar bizim gördüyümüz möhtəşəm məhsullar hüceyrə qidasıdır. Biz deyə bilərik məhsul, deyə bilərik dərman, boş-boş söhbətlərdir. Mən də hüceyrəmi bilirəm, mən biolog dilində danışam ki, bunlar hüceyrə qidası olduğuna görə
və hüceyrə 120 gündən bir təzələndiyinə görə siz mənə mane olursunuz, Burada möhtəşəm hüceyrə bəhsi gedir. Sonra da aşarsınız. Və 120 gün ərzində hüceyrə təzələnir. Siz təsəvvür edirsiniz, 120 gündən bir, hesab edilmişlər ki, 4 ay çəkildə, 120 gündən bir hüceyrə təzələnəndə biz bu məhsulları içərkən hüceyrə qidası olduğuna görə bu hüceyrədəki olan xəstəliklər avtomatik yoxa çıxır və onu itələyir. Çünki təzələnmiş 21 gün ərzində, buradan istifadə ediriksə, 21 gün ərzində bizim hüceyrəmiz adaptasiya götürür və öyrənəndən sonra 22-ci günə daha da xoşallanır və beləliklə də bütün vücudumuz başdan ayağa, saçımızdan tutmuş, ayak parmaklarımıza qədər, parmaklarımızın ucuna qədər hamısı trilyonlarla hüceyrədən ibarət. Trilyonlarla hüceyrədən. Yəni təsəvvür ki, bizim bədənimizin hüceyrədən. Amma mən desəm ki, əgər bizim hüceyrələrimizi idarə edən beyin hüceyrələri, neyronlar və ona deyilər sinir hüceyrələri. Bütün orqanların hüceyrələri eyni olduğu halda sinir hüceyrələri fərqlidir. Və sinir hüceyrələri bizim baş beynimizə yerləşdiyi halda 8-9 milyar, bir tərəfdə də yarım kürələr, bir tərəfdə 9 milyar, 18 milyar neyronumuz bu dəqiqə hamı danışır, qulaq asır, eşidir, görür, hamısı qəbullanır və bütün orqanlarımızı öldürür. Orqanlarımız, çünki onurağımızdan çıxan 31 cür sinir, yəni 31 bu tərəfdədir, 31 sağ tərəfdə, 31 sol tərəfdə. O sinirlər birbaşa orqanlarımıza gedir. Və siz təsəvvür edin ki, orqanlarımız